İsa vəz edib belə deməyə başladı: Tövbə edin, çünki səmavi padşahlıq yaxınlaşıb. Canını qoruyan kəs onu itirəcək, mənim uğrumda canını itirənsə onu qoruyacaq. Ona görə də siz əvvəlcə Allahın padşahlığını və onun salihliyini axtarın. Allaha iman edin, mənə də iman edin. Bir kəs yenidən doğulmasa, Allahın padşahlığını görə bilməz. Bir kəs sudan və ruhdan doğulmasa, Allahın padşahlığına daxil ola bilməz. Bəşərdən doğulan bəşərdir, ruhdan doğulan ruhdur. Yenidən doğulmalısınız. Allah dünyanı mühakimə etmək üçün deyil, oğlunun vasitəsilə xilas etmək üçün onu dünyaya göndərdi. Çünki Allah dünyanı elə sevdi ki, vahid oğlunu verdi. Bunu ona görə etdi ki, ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid oğlunun adına iman etməyib. Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. Əgər məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. Sizə yeni bir əmr verirəm. Bir-birinizi sevin, mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.